اساتید بزرگوار جناب آقای دکتر صمد رحمانی خیابی، استاد ودود دوستی، دکتر کاوه عباسی رو شایسته تشریف بفرمایید. تشکر میکنم و حوصله شما رو مجددا دعوت میکنم برای شنیدن مقالات و اشعاری که برای این بخش انتخاب شده. خودتون رو مجددا تشریف بفرمایید. سلام علیکم. بسم الله الرحمن الرحیم. با اجازه دوستان، من اولا تشکر میکنم از همه افرادی که در خدمتشون هستیم، به ویژه از اساتیدی که آقای دکتر حریری اکبری و سایرین که در جمع ما هستند. من حالا اگر اسم ببرم حداقل 50-60 نفری را باید نام ببرم و واقعیت اینه که آقای استاد حیدر عباسی بارشماز واقعا یکی از در واقع پرآوازه ترین نویسندگان و شاعران روزگار ماست. حالا در جایش دوستانی هستند که میان مقاله ارائه میدند در مورد نثر ایشون اگر به شاعر بودن شهره هستند، اما بهترین آفریننده ادبیات نثر ما نیز هستند که در موقعش عرایضی من خدمت شما تقدیم می کنم. اما به جهت جلوگیری از اتلاف وقت دعوت می کنیم از شعر برگزیده بارشماز هایان دادر آقای اکبر شفیعی. Salam, yorulmayasınız. Konqura Ustad Barışmaz ola. Ay Ustad İlahi, ay dosti və o bir əzizlərimin məhzərində şeir oxumaq biraz çətindir. Hələ icazətlə biz də bir imtihan dəst təhvil veririk. Vəl-əsr insanoğlu yəqinən ziyandadır. İnsan ziyanda olmaqla imtihandadır. Təbbət yəda əbi ləhəb insan nə zənn edir? Hançı ziyankar oğlu ziyankar əmandadır. Ruhsuz əzan səsi ucalıb Kəbədən gəlir. Ruhsuz əzan səsi ucalıb Kəbədən gəlir. Ya əsrimin bilalını qanlı əzandadır. Şair qərib zamandır, təzadlar qucaqlaşır. Qürbət vətəndə, duz yarada, gül tişandadır. Hancı Çoroğlu minmişatın çənli beldədir. Misri qılıncı hancı dəli pəhləvandadır. Namətlərin qılıncı bugün arxadan gəlir. Dost adlananların bıçağı indi candadır. Yel kişnəyir, Koroğlu qıratdan düşür yerə. Eyvaz olubdu paxlaçı, indi tükandadır. Dəbbaxlar alver eyləyir artıq nəsimini. Dəbbaxlar alver eyləyir artıq nəsimini. Mevlana'nın neyi fulan oğlu fulandadır. Dünyaya hükmedir qərəlik axtaran sükut. Səssiz boğazların səsi hangi zamandadır. Yar onları vərəxləyərək səs soraqladım. Hürdü köpəklərin köpəyi səs yalandadır. Dət bir deyil, şərab yerinə cırtdanın qanı, çağırılmamış qonaqlar içən istikandadır. Dərdim deşildi, nəğmə dağı sındırıb sazım. Dərdim deşildi, nəğmə dağı sındırıb sazım.
Dağın ulduzu yerin itirip gün batandadır. 7 yiğit üdümlü dirəkdən darastılar. 7 yiğit üdümlü dirəkdən darastılar. Haqsız yerə ölüm sırası Xan Çobandadır. Hangi düşüncə, hangi dözüm qalmış insana, hangi təlaş döyüşçü olan pəhləvandadır. Bəlkə ədalət adlanılan kəlmə yoxdur heç. Bəlkə ədalət adlanılan kəlmə yoxdur heç. Bəlkə məhəbbətin təməli laməkandadır. And olsun eşqə mən baş ayaq nifrətəm bəyim. Nifrət damarlarımda donan laxta qandadır. Ah ey duvarların əsri, bəlkə qurtarış səsdən kəməndə tay hörülən nərdivandadır. Lənət zamana insana qan istirib deyir, dünyanın ən şirin şəkəri şovkərandadır. Güllü, çiçəkli torpağımın qızcığazları, kəndir qayışda, küp qarısında, xuxandadır. Mən ruhu kirlənən küçələrdən küsülmüşəm. Yollar buruqdur burada, uzaqlar dumandadır. Yol göstərən çağır şəhərim, yolda qalmışam. Ağ saqqalın hayan da, barışmaz hayandadır. Sağ ol. Çox sağ olun ağay Əkbər Şəfiyi. Bilirsiniz Təbrizdə klasik şeirdə iki həm döddüyü çox gözəl yazır, döddük şeirin çarparəni, həm də qəzəli. Bu iki şeirdə vaqəən ustaddır, bu iki qətrədə alidir. Bu şeiriz də çox gözəlidir. Bu şeiriz mən qəsidə idi. Be etibarı bu ki, uzun şeiridir, qəsidə idi. Bizim Azərbaycan dilində təəssüflə qəsidə yazan şairimiz qalmayıb. Var ha, o qədim şivədə yazırlar. Onlar da gərək hətmən bir təzdidi həyat ola, gözəl bugünkü o gramer hakim ola, bu ədəbiyyat grameri, ədəbi dildə ola və bu vaqəən o cürüdür, çox qəşəngdir. Məsələn, Farsıda bilirsiniz, Ağay Əmiriyə İsfəndəqə qəsidə yazır. Elə gözəl qəsidələr yazır ki, adam tamaha düşür və qəzəl ki, bizim lap belə ideal şeirimizdir, ondan da çox yapışır adama. Məsələn, Əmiriyə İsfəndəqənin qəsidələri. Bu da qəsidə idi, insafən qəşəngdir və mən arzu edirəm ki, qəsidə yazmaq da baş tutayıb bu, getdikcə xuşlu başlı qəsidələr ilə bu qəsidələr. Bir moridi də mənnə təkcə Əkbər qardaşım bu cür dedi. Bütün ilə Azərbaycanda ustadım bu Udumlu Dirək kitabının üstündə adında bəzən iştibah olur. Biri deyir Odumlu Dirək, biri deyir Ödümlü Dirək, Əkbərcan deyir Üdümlü Dirək. Bunun düzü Udumlu Dirəkdir, yəni bərəkətli. Çox təşəkkür edirəm, var olsun. ممنون تشکر جناب آقای مرتضی سلمانی. Mən salam ərz edirəm bütün qonaqlara və ustadlarıma və çox xoş gördük deyirəm hamıza və sevinirəm ki, bugünkü Samballı festivalda və kongrədə huzurum olubdur. İnşallah bir yol ola başqa əsərlərin ustadın tərcüməyə ya başqa dillərə köçürməsinə ya İran sərhədlərindən çıxmağa və bütün yaxşı şairlərimiz bu yolu davam eləsinlər və öz təşəkkürümü bildirirəm bütün ustadlardan, ələl-xüsus Aydusidən ki, vaqən adam görür bir eynə ki, çox zəhmət çəkirlər, neçə illər boydu Mərağədə və arzu edirəm ki, yolları həmişə davamlı olsun və kölgələri başımızın əsiri olmaz. Mən bir dənə tərcümə oxuyuram. Duvarlar kitabından, duvarlardan acıqlayan, mən duvardan acıqlayan şeydir.
من از دیوار متنفرم، من از دیوار متنفرم. هر جا که دیواری باشد مرا رنج می‌دهد. اگر دیوار نبود با همسایه‌ای که قلبمان گرو هم است می توانستم حرف بزنم. وقتی که خوشه خوش محبت را از نگاه‌هایش می‌چیدم، او نیز از نگاه‌های من به قلبم راه پیدا می‌کرد. برای پاسبانی این دیوارها دیگر لازم نبود سگی با وحشی‌هایی که به خاطر یک شکم گوشت خود را فروختند رانده نمی شدیم. اگر نبود دیواری تاب دردم را نداشتی. من نیز طاقت دیدن این را که پایت به سنگی بخورد نداشتم. آن وقت همچون گوشت و ناخن می شدیم و هیچگاه جدایی بینمان نبود. همسایه از دردهای من مسرور نمی گشت. من نیز به خاطر رنجهای او رنجیده نمی شدم. به خاطر یک مشت خاک روسیاه خون صدها و هزاران قهرمان را بر زمین نمی ریختیم. آن وقت مادرت نمی گفت پسرم ای آنکه پشت گاو را نیز بر زمین میزنی، اگر خبر مرگت را بیاورند طاقتش را دارم، اما اگر نکشته برگردی تمام می شود صبرم. اگر دیواری نبود مهر هر مادری تمام بچه های زمین را سیراب می کرد. آن وقت برای توصیف دیوارها این همه سخن نمی راندیم و با نقش زدن بر دیوارها گم نمی کردیم راهمان را. از نان من و تو برای مواظبت از سگها سهمی نمی ماند. هزاران هزار دلاور مرد به سان بره پاره پاره نمی شدند به خاطر این سنگ های خاموش. برای این سگ ها مکتب دیوارداری باز نمی شد. این چند تن دیواردار کوته فکر را عزیز نمی داشتیم و این فرعون ها را برای آنکه سنگ ها پاهایشان را مرنجاند نمی نشاندیم بر شانه هایمان. آی کسی که اولین دیوار را ساختی، ای کاش می شکست دستهایت، انگشتهایت خشک می شد. آی کسی که دو سنگ را برای آنکه دیوار شوند به هم رساندی. اگر دیواری نبود وقتی که چشمهایم خون می گریست اشکهایم دامنم را خیس نمی کرد. همسایم پاسخ می داد ندایم را و در آتش من نمی دمید. آن وقت غایتمان من نمی شد بلکه ما می شد. اگر دیواری نبود آن وقت آن سوی دیوارها را غربت نمی نامیدند. در خانه خودمان همانند غربتی ها زندگی نمی کردیم. آن هنگام در تعزیت کسی نمی خندیدیم. من از دیوار متنفرم. هنوز هم که هنوز است وقتی از کوچه ها می گذرم دور از چشم این سگ ها تف می کنم به نعش این دیوارها. متنفرم از کسانی که پرچم دیوارداری را به اهتزاز در می آورند و سایه خود را نیز زخمی می کنند. از دیوارهایی که همچون دملی چرکین در میانه دو ابرو قد می کشد. اگر دیواری نبود آن وقت سلاخ‌ها را عزیز داشته و به تمسخر نمی گرفتیم انسانیت را. وقتی دردها مرا به دام می انداخت تو نیز با من اسیر می شدی و برای شکست این لشکر درد در سنگ غم صیقل می خوردی و آن عجوزه شر زیر سایه این دیوارها سگها را برای مبارزه یکدیگر تربیت نمی کرد و ژنرال‌های از مغز پوسیده را صدا نمی کرد بیاری. من از دیوار متنفرم. اگر آتش نیز ببارد از آسمان من تنم را به سایه این دیوارها نمی کشم. اگر دیوار نبود پنجره هامان به هر چهار سو باز می شد.
هر روز صبح از مشرق با خورشید زاده می شدیم و شب هنگام می آسودیم در خانه مغرب ناممان. صبح و شام ما و شما هر دو با تنپوشی یکسان بودیم. به خانه های هزار درمان فخر نمی فروختیم، بلکه می بالیدیم به زمینی که تنها یک در دارد و نمی شناختیم خدایی جز خدای یگانه را. آی آنکه دیوار را ساختی، لعنت بر تو، خانت را بسوزاند آتش آن کسی که در خانه خیش همچون غریبی آه می کشد. از خانه من در جنوب دیر زمانی است که هیچ خبر ندارم. از آشنایان شرق من قلبم جدا نمی شود. دلم برای غرب یک ذره شده است. آه دستم نمی رسد به شما، اما چه سود؟ آرزوهایم همچون لقمه است که در شکم این دیوارداران هیچگاه هضم نمی شود. Çox ali və gözəl şeir. Biz axı səni çoxluq şair və indi görüm qəşəngdə mütərcimsən. Ay Doktor Abbasın əgər söhbəti varsa eşidə. Bismillahirrahmanirrahim. Cənab Ay Salmanı çox məmnunam. Qəşəng tərcümə etdim. Tərcümə haqqında oxurdum bir yerdə ki, deyir bir şairin, bir nivişəndənin ya bir mütəfəkkirin istirah əsərin ya əndişəsini tərcümə eləyə, iki dənə nöqtəni çox rəayət eləyə. Biri budur ki, ruhunun o göynəyən yeri, ruhu haydan göynüy. Biri də bu ki, ruhu haydan oynuy. Bu iki dənə nöqtə. Məsələn, Şamlunun asarında biz baxırıq, Şamlu azadi baxımından göynür həmişə. Eşq baxımından həmişə oynayır. Barışmazın da əsərində iki dənə nöqtə vardı. Biri barışmazlıqdır, biri də nifrətdir. O ki, əl qoyur barışmazın əsərin tərcümə eləməyə, hətməncə ruhu bir yerdən göynüyə, nifrət baxımından, nifrətdən göynüyə. Belə ki, gördüm, Cənab-ı Ay Salmanı, elə bir ki, sizin vücudunuzda da nifrət oyanıbdır. İnşallah ki, idamə tapa bilsin. یکی از شاعران جوان تبریز که تقریباً در قلب اغلب شعردوستان جا دارد جناب آقای مهران عباسی است. با تشویق‌هایتان منتظر قدم‌های شما هستم. بسم الله الرحمن الرحیم. من də salam ərz edirəm ustadlara və bütün huzurlara. Mən də Ustad Heydər Əbbasinin barışmazlığına bir dənə qəzəl ithaf edirəm. Mən sərvidən yox, mən sərvidən yox, amma çinardan acıqlıyam. Mən sərvidən yox, amma çinardan acıqlıyam. Üst-üstə qarnızıqlı bahardan acıqlıyam. Dünya mənimlə sevgilimin pozdu dostluğun. Mən üstü örtülü bu bazardan acıqlıyam. Topraq utanmadan ölülərdən kəfən umur. Ağzı açıq dilənçi məzardan acıqlıyam. Mənsiz bütün vaqonları doldurdu durnalar. Göydən keçib gedən o qatardan acıqlıyam. Öz kəndimin iti sürünü satdı xəşlədi. Öz kəndimin iti sürünü satdı xəşlədi. İnsaf deyil deyəm canavardan acıqlıyam. Öz kəndimin iti sürünü satdı xəşlədi.
İnsaf deyil deyən canavardan acıqlıyam. Cəhlin binövrəsin qoyan əllər gərək sına. Mən qarşıma çıxan bu duvardan acıqlıyam. Çırpıldılar hər an üzümə, ah, duvarların köksündə paslanan qapılardan acıqlıyam. Bildirmədim uman yerimi, bildirmədim uman yerimi, mən barışmazam. Küstümsə kimsə bilmədi hardan acıqlıyam, küstümsə kimsə bilmədi hardan acıqlıyam. Çox sağ olun. Salam ərz edirəm əziz dostlara, ustadlara. İcazə verin, elə bil ki, ustad, mən axırda cəsarət olmasın, axırda mən danışaram. Danışarsınız, hala buna da bir sepətiniz olsa da olur. Əlbəttə, iki muridik şeir oxudular. Ağay Şəfi, Ağay Abbasyan müşəxxəsdir ki, ustadın izi yəni hər bu iki şeirdə görünür. Yəni o ustadın əsas motivlərindən olan ədəbiyyat-ı etiraz və nifrət ki, mən onun nəqd şeiri müasir Azərbaycanda nifrəti در معنای آگاهی و شعور به قول معنی و مفهوم eləmişəm. Və bu iki şeirdə mən bu hissi gördüm. Yəni ustadın yolunun davamçıları به قول vardı. Əlarəm ki, özü də ustad özü də yaradıcılıqda hələ vardılar. Və mən bu mövzuya görə, yəni əsasən ustadın bu yəni nifrət və ədəbiyyatı etiraz məsələsin biraz əziz cavan dostlara tövsiyə edirəm ki, səy eləyirlər özləri üçün bir cığır açalar. Yəni düzdür oxub ondan təsir almaq, bəzən qah təqlid eləmək, bəzən qah ondan təsir almaq və qol nima təqlid bəzən təşxisdir. Yəni yolu təşxis verir ki, özü hansı yolu seçə bilər. Amma xub özünüz üçün də bir cığır aça bilərsiniz. Yəni o mərhələdə, yəni o nifrət mövzusundan kənar əlavərin ki, ustad özü o məsələyə və qol əsərlərin ehtiva eləyibdir. Cavan nəsillər də xub səy eləsinlər, xub oxuyurlar, məmulən təsirdə götürürlər, amma xub özləri üçün də bir cığır açsalar, mənim üçün çox önəmli və yaxşı ola bilər. Bu qədər, amma icazə verirsiniz. Sağ olun, xub siz hadiyenizi buyuruz. Ustad Şahbazı'dan alırız. Sağ olun. Çok sağ olun. Çok sağ olun. Abbasiyan, güzel şiirleriniz. Bəli, buyuruz. Xub, təşviqinizlə Cənab Ağay Şəhram zamanı təşviq etsinlər. Daha artıqcaq aşıq olanlara salam ərz edəcəm. Ərz edəyim, Şəhriyar səhəndəmin bir qismətindədir. Dağların hər nə qoçu, tərlanı ceyranı maraqlı, hamı düşkün, hamı pozğun, sinələr dağlı yaraqlı, gül açan yerdə saraqlı. Ustad Barışmazın Təbbətrada romanı dəqiqən bu qoçların, tərlanın, ceyranların, maralların durumun təsvirə çəkib. Çox da gözəl təsvirə çəkib. Qoçlar cavan mərdilərdir, Səmədli şəxsiyyəti əvvəli, Ceyran, elə adı da Ceyrandır və Tərlan, xülasə Qulamlı, Abbasdır, Səmədin yoldaşları. Hamısı onların o pis vəziyyətlərin, zülmləri ki, qarşısında olur, dəqiqən nifrəti ki, dostlar və yoldaşlar hamısı işarə elədilər, dəqiqən bu Təbbətrada da püs görür. Müntaha, bunların durumların görəndə
Bir dağlı, yaralı, sinəsi yaralı ananın sözü mənim zehnimə gəldi. Miyanada bir səd var, ay doğmuş səddir. İki cavan oydan soğuşurlar, soğuşanda batırlar, ikisi de ölürlər. Birinin ölüsü tapılır, birinin ölüsü tapılmır. Onunki ölüsü tapılmır, nənəsi gedir, suyun qırağında doyur. Baxır, deyir, Allah, bu yekətdə də qəbir olar. Heydər Abbasi Təbbətiyyədə də təsvir eləyən bir dənə yekə camiədir ki, qəbirstanlıqdır. Dəqiqən o ananın söz adamın yadına düşür. Müntaha, baxışlar fərq eləyir. Ustad Barışmaz gətirib Təbbətiyyədə də bu bir yekətdə qəbiri təsəvvür eləyəndə demir, gətirin ölüləri uzu quyuluyun, elə hamımız da burada quyulanın, səsi uzu da çıxartmayın. Xeyr, o nifrət ki, motivlərindən, kulli düşüncəsindən, motivlərindən ən önəmlisidir, əsasdır, həm şeirlərində, həm nağıllarında, həm başqa yaradıcılıqlarında. Gəlir, deyir, vakunuş görsədin, həmasiyə dəvət eləyir. Həmin həmasə ki, Azərbaycanın usturələrin hamısında vardı. Və cəlib budur ki, Azərbaycanın usturələrin xəsaisi ki, tamamı nağılları, romansiləri, trajediyə xətm olmur, dəqiqən Təbbətiyyədə da vardı. Nə cür? Hər yerdə adamı ağladır, dalısıycaq bir qəhrəman, bir usturə çıxır, o zülmün qarşısında durur və onun intiqamını alır. Bu intiqam almaq bir dirilik təzriq eləyir camiyə və oxucuya. Mən özüm, bəzilər deyərlər ehsasatsan, bəzilər deyərlər daşoyəhsən bəzi yerdə, Vəli bu romanı 200 fikirləyəm 66 səhifədir ya 366 səhifə. Oxuyunca fikirləyəm 366 səhifə ağladım və güldüm. Yəni 366 dəfə ağladım, 366 dəfə güldüm. Hər dəfə zülmü elə təsvir eləyir ki, səni ağladı və dalısıycaq həması ilə elə zülmün intiqamını alır ki, səni güldürür. Bir rahatlığa yetirir və sənə bir əngizə verir ki, daha gördüyün zülmlərin qarşısında durmalısan, həmasa yaratmalısan. Tamam zülmlərin dalısında bir dənə event vardı. Event nədir? Əvvəl mövqeyiyyəti təsvir edir, ondan tövcih eləyir, ondan vakunuş görsədir, ondan nəticəsini görsədir. Nəticəsinin hamısı xoşdur. Dəqiqən Azərbaycan usturələrində olan sonuc ki, trajediyə xətm olmur, hay hangi usturəmizə baxsın, axirdə trajediyə xətm olmur. Dəqiqən bu camiədə, Təbbətiyyədə təsvir olunmuş camiədə sidq eləyir. Və bu mühtəsinə, yəni birdən-birə bu özün görsətməz. Bəlkə də zehni kreatikmiş, bəlkə də heç öz əlində dəyilmiş, yaza-yaza bu zehn özü romanı yazır. Hekayətdə məsələn təəmmüdi dəyilmiş bu, hər zülmün qabağında bir həmasa yaratmaq. Bunun neçə dənə dəlaili ola bilir. Biri dildir ki, vaqən təsəllutu hər hangi bir qərəz, hətta vaqərəz adamda baxanda dilə təsəllutu inkar eləyə bilməz. Yəni dilə həm sözlərinə, kəlmələrinə, həm atalar sözünə, həm kulliyyə dildə olan zərafətlərinə kamilən vaqifdir. Məlumdur ki, ömür boyu həm düşünüb, ayıq görüb və oxuyubdur. Yəni, hər səhifədə istəyək sözlük yazaq bu Təbbətiyyədən 266 ya 266 səhifədən fikirləyəm və 200 səhifə sözlük çıxartmaq olar. Folkloru başdan başa folklor axardır. Hər fəzanı ki təvsif eləyibdir, təvsif olan fəzaya mütənasib kəlmələr gətirib, mütənasib quruluşlar gətirib. Yəni fəza əgər qəmgindir, deməyib, təvsif eləməyib, dili ilə deməyib ki, burada fəza qəmgindir. Naxudağa və hünərməndin o əsil hünərməndin şaxsəsi olan müşəxxəsələrlə gətirib, elə kəlmələri işlədib ki, o fəzanın zülmü görsədir, ya həmasi qismətində həmasəni görsədir. Təvsif yoxdur, nəmayiş kimin adam elə bir filmə baxır.
Bir zərrə elə bilirsən, qıstaq ki... Fərt. 2 cümlədə qutarım. Məmnun. Ərz eləyim, bu da nəzəriyyə pərdazların, camiə-şinasi ədəbiyyatda böyük nəzəriyyə pərdazların biri Goldman'dır. Goldman deyir ki, əsər-i əzim deyir, tərcümə eləyiblər əsər-i əzim deyir, böyük əsər şaxisəsi budur ki, camiədə olan, yəni məhsul-i saxtarhay zibai şinaxti camiədir. Yəni camiəni özündə buzuz verir. Tarixdən çox ona istinad eləmək olar camiəni bazsaz eləməkdə. Və bu şəxsələr ki, qeyd elədim və vaxtın azlığına görə artıqlar paydaxt eləmək olmur və inşallah kitab olandan sonra bir hesab oxumaq olar. O şəxsələrin əsasında və Goldman dediyi əsasda Təbbət-Yədanı bir böyük əsər görmək olar. Bu təəhhüd ki, Təbbət-Yədada və başqa, ustadın başqa əsərlərində vardı, mən fikr eləyəcəm, yəni mütməinnəm. İnşallah o 20.000 səhifəni ki dedi, bir hesab paknevis eləyəcəm, çap eləyəcəyəm, ondan sonra bir dənə roman yazacaq, mütməinnən romanda, var təvəccüh o şinaxt ki, əsərlərindən vardı, mütməinnən romanında mövzuiyyəti uymuş olacaq. Çox sağ olun, təşəkkür. Sağ olun, bir ləhsə. Mən vaxtən məmnunam. Ay zamanı çox gözəl bir iş başlayıbdır. Fikirlərəm, romanlar ki yazılıbdır buracan, onları işləyibdir və bu bir nümunəsidir. Ay Doktor Rahmani'nin də duydum siz yoldadır, romanı da o külliyə o kitabın içində işlənibdir. Camiə-şinasi ədəbiyyatı Türkiyə bəd az inqilab. Yaşayasınız. Ərz edeyim ki, bu vaxtən Ustad Barışmazın Təbbət-Yəda romanı nə cür olub ki, əslən bizim Farsi məsələn romanlarda mən klaslarda deyərəm, baba bu çeyirtidir, bunu qoyun kənara məsələn. Buracan belə ki, məsələn burada Türkçe yazılıb, birinə deyərməmiş elə çeyirtidir. Elə yazılanlar təqribən gözəl romanlardılar və fərzləyiz ki, indi İran, Azərbaycanda Gəncəli Səbahin romanı bir həm camiə şinaxtı ki, zamanı bir hesab gözəl işarə elədi və həm budur ki, vaxtən bir dənə dərunkəra bir romandır. Yəni bir romandır ki, biz oxuyanda adam fikri Graham Greene'in romanını oxuyuruq, Marquez'in romanını oxuyuruq, Astorias'ın romanını. Yəni bunların hamısı da bu oxuyubdur. Qətən bu üçün orada da elə məsələn birdən Payız Pədərsalar Marquez'dən ad aparıbdır və təbiidir ki, yəni bunlar mən bir dənə nöqtəni ərzini beynəlmətni məsələ ki, mətrəh oldu. Əzizlər, əslən heç bir şey yoxdan yaranmayıbdır ki, məsələn Siftə-i Bismillah bu zad olubdur. Hər bir əsər ədəbi ki yazılır, o qabaqçından təsir götürür və bu da mənfi dəyir. Bu çox gözəldir ki, biz məsələn bir Saidinin əsəri birdən heç Marquez onu oxumayıbdır. Neçə il ondan sonra oxuyub. Vəli əsəri ki, məsələn 4 il Marquezdən qabaq yazılıbdır, Marquezin əsərinə gedibdir. Bunlar ehtimalən bir məsələn təvarüddən ola, bir seri məsələn beynəlmətni ayrı bir dildən məsələn gedə, oradan götürə. Bunlar vaxtən fövqəladə gözəl bir işdilər və qəblən də bu işlər olubdur. Nizami Gəncəviyə 60 Leyl Məcnun Nəzirə yazılıbdır və o biriləri və o biriləri. Xub, mən xaşım budur ki, lövh-i təqdirinizi siz Ustad Şəhbazıdan bir-birinizdən telefon da alırız ki, dərdinizə dəyər, yaşayasınız. Biz axırın şeiri eşdə Ağay Arif Sasani'dən o barışmazdı. Salam deyirəm bütün əziz ustadlara, əziz qonaqlara ki, yaxından, uzaqdan qədəmləncə buyurublar və Ustad Barışmazın məclisinə təşrif gətiriblər. Mən də öz Ustad Barışmaza yazdığım qəzəli təqdim edirəm. O barışmazdı, səsi qalmalıdır ellərdə. O barışmazdı, səsi qalmalıdır ellərdə. O yorulmaz nəfəsi qalmalıdır ellərdə.
Oturup zirvede bir dünyaya vel-əsr oxuyur. Oturup zirvede bir dünyaya vel-əsr oxuyur. Ah çəkir dağ, beləsi qalmalıdır ellərdə. O barışsa barışar təhcə azadlıqla elim. O barışsa barışar təhcə azadlıqla elim. Ah duvarlar həvəsi qalmalıdır ellərdə. Bu quş əndişəsi nisyan qəfəsində qalmaz. Sındırar dar qəfəsi qalmalıdır ellərdə. O baxır el baxışından hələ irfan dadacaq. O baxır el baxışından hələ irfan dadacaq. Sözünün fəlsəfəsi qalmalıdır ellərdə. Bir udumlu dirəyi vurdu hünər xeyməsinə. Bir udumlu dirəyi vurdu hünər xeyməsinə. O barışmazdı, səsi qalmalıdır ellərdə. Çox sağ olun. Arz edeyim ki, Qadozi alız. Təşəkkür edirəm. Axırın şair ki, hesab qabaq ki, xanım Fərzanə Nadimi Zəncandan təşvik gətirsinlər və şeirini oxusunlar. Dindirsəm duvarlar ağlayacaqlar. Dindirsəm duvarlar ağlayacaqlar. Nəğmələr sinəsin dağlayacaqlar. Yaxşının qolların bağlayacaqlar. Barışma, barışmaz. Barışmamışam. Qəzəllər, qoşmalar səndən utanır. Şeirimin kağızı gül kimi yanır. Qəzəllər, qoşmalar səndən utanır. Şeirimin kağızı kül kimi yanır. Tanışsan bulutlar yağmuru tanır. Barışma, barışmaz. Barışmamışam. Yadından çıxardıb yar düşüncəsin. Üşürən ağaclar qar düşüncəsin. Qızaran yanaqlar nar düşüncəsin. Barışma, barışmaz. Barışmamışam. Bismillahirrahmanirrahim. Mən də salam ərz eləyəm bütün huzur-i muhtərəmin xidmətinə. Mən Fərzanə Nadimi Zəncan şəhrindən bir dənə qəzələ qonaq eləyəcəm hamımızı. Utağan quşdu duvarlardan uçub, damdı barışmaz. Utağan quşdu duvarlardan uçub, damdı barışmaz. Yük edib nəğmələri tininə heyrandı barışmaz. Oyadıb min yuxudan nəğmələri ilə, qəzəli ilə, durulub çay tək axıb, aynadı vicdandı barışmaz. Qəzəl ağzında çalıxlır, dəbərilməz ətəginlə. Qəzəl ağzında çalıxlır, dəbərilməz ətəginlə. Saralır, salı öz şeirinə, dartınmalı zindandı barışmaz. Bu darısqal gecələrdən çıxa bilsəm gün uzanmaz. Bu darısqal gecələrdən çıxa bilsəm gün uzanmaz. Ölü ruhun soyunarkən diridib candı barışmaz. Ölü ruhun soyunarkən diridib candı barışmaz. Üçürün kəndəgilən ay təkinin qarşına çıxsa, ütürün kəndəgilən ay təkinin qarşına çıxsa, ucadan nərə çəkib əlləri qalxandı barışmaz. Çox içib baydası Qur'an suyu əqlimdən uzaqdır.
Çox içib baydası Qur'an səsi, əqlimdən uzaqdır, biçilib ayə boyundan. Sözü Qur'andır barışmaz. Bəlalı qanlı əzan bəxtə qaratmışsa biyaban. Bəlalı qanlı əzan bəxtə qaratmışsa biyaban. Qaradıb şeiri məni, məktəbi çoxdandır barışmaz. Qaradıb şeiri məni, məktəbi çoxdandır barışmaz. Sağ olun. Sağ olun, sağ olun. Şad yaşayasınız.